Mənim sənətim soy kökümün danışan dilidir. Ramil bəy, xoş gəlmisiniz. Ramil bəy, Qərb Azərbaycanın hansı bölgəsindənsiniz? Mən Ramil Rövşənoğlu Məmmədov. Anadan olmuşam Dağborçalının Lor mahalının Barana şəhərində. Hal-hazırda çalışıram İrəvan Dövlət Azərbaycan Dram Teatrında. Aktyor fəaliyyəti ilə məşğulam. Mənim doğulub boya başa çatdığım Barana şəhəri sonralardan Sovet hökumətinin qurulduğu bir aya təsadüf elədiyi üçün o adı dəyişiblər. Noyemberyan adı ilə əvəzləmişdilər. Bu nəinki tək bizim qəsəbənin, bizim şəhərin, saysaq bəlkə onlarla, bəlkə də yüzlərlə tarix boyu zaten belə olub və belə də olurdu ki, kəndlərin, qəsəbələrin, şəhərlərin adları tez-tez dəyişdirilirdi. Bizdə kəndimiz böyük kənd olduğundan iki hissədən ibarətdir. Kəndin bir hissəsi dağ üstü, digər hissəsi isə dağ ətəyində yerləşdiyinə görə yuxarı hissə yuxarı körpülü, aşağı hissə isə aşağı körpülü deyə adlandırılırdı. Sonradan oranın da adını dəyişdilər. Öz dillərinlə belə desək, özlərinə məxsus olan bir dildə Haqtanak, yəni bizim dildə tərcüməsi qələbə, belə bir adla adlandırdılar. Bizim bu Barana şəhəri, şəhərin mərkəzindən İrəvan şəhərinə 187 kilometr ərazi təşkil edir ki, biz oraya gedib gələ bilirdik. Əhali sayısı 33.937 nəfərdən ibarətdir. Barana, Baranlı sülaləsinə də o adla da tez-tez hallandırılırdı ki, bu da Qaraqoyunlu sülaləsinin şimalını əhatə eləyən Barana qəsəbəsi, elə o Baranlı sülaləsindən adı eyni hallanırdı. Baranlı sülaləsi həm də Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu, sonra Qara Yusif, Sultanqulu bəy Baranlı kimi nümayəndələri ilə tanınır. Bu ad sonralardan indi hal-hazırdakı o rusların dilində ki, səslənilir Barana, Baran, bu qoyunlu bir ərazi deyərək adlandırılırdı ki, bu da bir növ birbaşa Qaraqoyunlular dövlətinə yaxın olan və onun ərazisindən tərkibində olan bir sülalə olub. Bizim qəsəbə, böyük bir qəsəbə, böyük bir şəhər olub. İlk təhsilimi, orta məktəbi mən elə həmin kənd orta məktəbində almağa başladım. Ondan sonra elə oldu ki, hamının bildiyi kimi, yəni 88-ci ildə bütün Qərbi Azərbaycanlılar köç elədiyi kimi bizlər də köç etdik. Biz gəldik Mingəçevir şəhərində məskunlaşdıq. Mən təhsilimin davamını Mingəçevir şəhər 13 saylı orta məktəbində davam elətdirdim, 9-cu sinifə qədər. 9-cu sinifdən də sonra bəzi səbəblərdən 9 saylı orta məktəbə keçid edəsi oldum və orada da məktəbi bitirdim, 9 saylı orta məktəbin məzunu oldum. O ki, gəldik yaradıcılıq məsələsinə, mən yaradıcılıq məsələsində Mingəçevir Dövlət Mərziyyə Davudov adına Dram Teatrında başlamışam. Ondan sonra Bakıya təhsilimlə əlaqədar olaraq biz köçmüşük Bakı şəhərinə. Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm. Bəzi televiziyalarda çalışmışam, xəbərlərdə işləmişəm, dublyajlarda çalışmışam. İndi də hal-hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətimi davam elətdirirəm. Ramil bəy, o illəri, o dövrləri hansı xatirələrlə daha çox xatırlayırsınız? O dövrlərdə unudulmaz xatirələriniz hansıdır? Oralar xəyalınızda necə qalıb? Tam belə dəqiqliklə desək, heç ümumiyyətlə xatirimizdən çıxmır. Müsbət olan tərəfləri də var, mənfi olan tərəfləri də var ki, hər formada, istər xoş, istər negativ olan formada bizim yaddaşımızda öz yerini tapır. Xoş olan odur ki, təbii ki, babalı, nənəli günlərimiz olub, dayılı, əmili, xalalı günlərimiz olub, analı, atalı günlərimiz olub. Uşaq olmuşuq, heç nəyin fərqinə varmamışıq. İstər meşələrində, istər məsəl üçün bağlarında,
Demək, belə deyim də, biz təbii ki, hər bir kəsin öz bir uşaqlıq dönəmi olur. Mənim öz uşaqlığım həddindən artıq dəcəllik olub. Bağlara gedərdik. Bizim bölgə ən çox meyvəçiliyi ilə məşğul olub. Alma, şaftalı, fərqli-fərqli sortlarla, fərqli-fərqli növlərlə meyvə yığımına gedərdik. Nə bilim, çölçülükdə, ondan sonra məsəl üçün oranın qışı bir başqa cür olardı. Hər birimizin xizəyi var idi. Necə ki, indi hərənin bir maşını var, o dövrdə hərəmizin bir xizəyimiz olardı. Biz yaz aylarının öz gözəlliyi olduğu kimi, qışın da öz gözəlliyinin fərqinə vardığımız üçün biz qışı bir başqa cür istəyirdik, arzulayırdıq ki, o qış tez gəlsin. Ki, biz o xizəklərimizə minək, istər dostlarımızla, istər məsəl üçün qardaşımızla və ya bacımızla. Bayaq dediyim kimi, bizim kəndin yuxarısı yuxarı körpülüdür da. O, biraz bizdən yuxarıda, dikdə olduğuna görə biz xizəklə oradan aşağı sürüş eləyərdik. Və bunlarla biz zövq alırdıq. Nə bilim, islanardıq, islanmazdıq, bunların heç fərqinə varmazdıq. Yəni, bizim uşaqlığımız bir başqa cürə. Nənəmiz, nə bilim, təndir qalayardılar, çörək pişirərdilər. Tək nənəm yox, bütün qonşular tökülüşərdi. El birliyi ilə, kənd birliyi ilə bişirilərdi, paylanılardı. İnanın ki, bəlkə də yoldan kimsə də keçərdisə, o iyini hiss eləyərdisə ki, məsəl üçün, filan qapıda filan kəs çörək bişirər də. İnanın, o heç deməzdilər ki, o çörək qaldı ya qalmadı. Onu paylayardılar yoldan keçənlərə də belə ki, onun iyisi kiməsə çatıb, yəni belə. Qonaqlı qaralı olmuşuq, qapımız gəlişli, gedişli olub. Məhz elə o gəlişli, gedişli günlər, o babalı, nənəli günlər, mən deyərəm ki, məni məndən alır. Düzdür, indi texnologiya dövrüdür. Bizim əlimiz ora hal-hazırda çatmasa da, gedə bilməsək də, gəzə bilməsək də, mən artıq oranı bəzi informasiya mənbələrindən o video çarxlar indi kimlərsə tərəfindən yerləşdirilir. Biz onu götürürük, ya məsəl üçün o formada baxırıq. Çox təsirləndirir. Bu dəqiqə mənim içimdə elə bir hiss var ki, mən o hissi necə və nə ilə ifadə edəcəyimi də bilmirəm. Özümü belə möhkəm mi deyim, o sıxışdırıb saxlamışam ki, nəysə bir şey ortalığa çıxmasın da, belə bir şey. Amma yadda qalan günlərimiz çox olub. İstər məktəbdə, dəcəlliyimizdən ümumiyyətlə geri qalmazdıq. Nə bilim, savaşardıq da uşaqlıq içində olardı, barışardıq da o uşaqlıq içində olardı. Nə bilim, bizim məktəbin yanında stadion var idi. Hətta orada elə olurdu ki, rayonun, Barana rayonunun, qoy öz tarixi adınla deyək, o rayonun özünə məxsus bir komanda var idi. Halbuki o komandanın adı o ermənilərə məxsus olan bir adı idi. Onlar gəlirdilər ora, məsəl üçün biz ora sevə-sevə gedərdik, baxardıq. Çünki kənardan gələnlərə xüsusi bir diqqətimiz olardı. Ki, bunlar filan yerdən gəlib, belə bir şey. Amma indi özüm kənardan öz kəndimizə, yaşadığımız yerə mən videoda baxanda, necə ki, onların gəlişinə, yad adamın gəlişinə belə həsrətlə baxardıqsa, indi də mən öz kəndimizə həsrətlə baxıram. Mən ümumiyyətlə uşaqlıqdan da belə həmişə təhlil eləməyi, nəyisə kəşf eləməyi, müşahidə eləməyi çox sevmişəm. Elə o müşahidələri, o təhlil etməyi, o araşdırmaları sevmək idi ki, məni gətirdi, aktyor sənətinə çıxartdı. Çünki zaten belə götürəndə aktyor sənəti özü bir müşahidə sənətidir. Özü bir təhlil sənətidir ki, nəyisə təhlil etmək, nəyisə araşdırmaq. Zaten biz üzərimizə düşən və ya bizə verilən o obrazlar, o rolları canlandırmaqdan ötəri biz cəmiyyət içində insanları təbii ki, özləri bilmədən belə biz onları müşahidə edirik. Və o körpəlikdən olan müşahidələr, o gördüklərimiz, beynimizdə, yaddaşımızda qalan o məsələlər mənim aktyor sənətimə də gətirdi, sirayət etdi. Və mən fərqli-fərqli bu sənətdə, bu sayədə, aktyorluq sayəsində obrazlar canlandırmışam. Mənim canlandırdığım obrazların içində məni həmişə sevindirən bu sonuncu dəfə oynadığımız Hidayət müəllim Orucovun İrəvanda yanan çıraq əsərini biz tamaşaya qoyduq və orada mən erməni milisini canlandırdım. Mən o
necə ki görmüşdümsə, onlarda olan ikiyüzlülük, onlarda olan yalan, onlarda olan xüsusi o iftira atma istedadları, yəni hansı ki insanlığa yaraşmayan o xislət ki var, biz onları ermənilərdə necə mən görmüşdüksə, məsələn mən görmüşdüksə, hamısını mən o rola gətirib çıxarda bildim. Və gətirib çıxarda bildim və mən sevinirdim ki, mən bu rolun öhdəsindən gələcəm və inanıram ki, öhdəsindən də gələ bildim. Çünki bizim o ağrılı yerlərimiz, onların bizi incitməkləri, boş-boşuna bizim günahımız olmadan bizləri suçlamaları, bizlərin üzərinə şər atmaları, mən düzdür, saatlarla da, həftələrlə də, günlərlə də, aylarla da danışsaq, ümumiyyətlə onların elədiklərini heç vaxt bir şeyə sığdırmaq olmaz. Mən deyə də bilmərəm ki, o boyda mənim gördüklərim, çəkdiyimiz əzab və əziyyəti mən bir rolun içinə sığdıra bildim, yox. Amma nə qədər gücüm çatdısa, nə qədər bacardımsa, o mənə verilən o tapşırıq, nə qədər öhdəsindən gələ biləcəydimsə, o verilən həcmdə mən onların hamısını içinə doldurub tamaşaçılara çatdıra bildim ki, görün bizlər hansı hissləri keçirmişik, hansı əzablardan keçmişik. Düzdür, biz heç vaxt onlara qarşı təbii ki, başqa fikirli olmamışıq. Qonşudursa qonşu kimi münasibətimiz olub. Hətta mənim xatirimdədir də ki, evdə istər anam, istər nənəmgil nəsə pişirəndə bir qabda onlara göndərərdilər ki, qonşudur. Amma onlarda bir başqaydı. Onlardan biz amma onu görmürdük. Ola bilsin ki, bu da bizim humanistliyimizdən irəli gəlirdi ki, biz onlara əl uzatmaq, bu da bizim kökümüzün saflığından, qanımızın dürüstlüyündən, təmizliyindən irəli gələn bir şeydir. Amma onların o xislətinin, ikiyüzlülüyünün, o normadan artıq olmalarının hamısını mən özüm inanıram ki, o xarakterlə az da olsa bizi Ramil bəy, ilk ora gedəcəyiniz anda ki, əminik ki, biz ora gedəcəyik, heç düşünmüsünüzmü ki, ilk ora ayaq basanda, oranı görəndə ilk edəcəyim şey nə olardı deyə bir sualı özünüzə vermisinizmi heç? Valla, gözəl sualdır. Həm də çox düşündürücü sualdır. Təbii ki, mən ora ilk olaraq ayaq bassam, həmin an mən dizlərimi atıb yerə o torpağı öpərəm. Təhsil aldığım məktəbə baş çəkərəm. Sonra gəzib yıxıldığım, yıxılıb durduğum, böyüdüyüm bütün yerləri gəzərdim. Nə bilim, bilmirəm fikrimi necə ifadə edeyim. Amma lap birinci görəcəyim iş mənim elə dizlərimi torpaq üzərinə atıb o torpağı öpərdim. Və o günün də gəlib çatacağına inanıram. Necə ki, arzulayırdıq biz doğma Qarabağımızı geri qaytarılmasını, mən qazilərimizə, döyüş iştirakçılarımıza Allahdan can sağlığı və şəfa diləyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ölkə başçımıza, cənab İlham Əliyevə təşəkkürümü bildirirəm ki, o torpaqlar onun da siyasəti nəticəsində bizləri geri qaytarıldı. Bu qara buludlar bizim başımızın üstündən götürüldü. İnşallah ki, arzuladığımız, getmək istədiyimiz o dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycan torpaqlarını gəzmək, oralara yenə də biz köhnə sahibi kimi oralara gedib çıxmaq bizə qismət olar və o qara buludlar bizim başımızın üzərindən götürülür.